Salam herkese. Vüqar Bey bugün gelip çatdı inşallah. Olur. Akşam vaxtıydı diye, gece idi diye satmağa göre geldi taksiyle. Gelmişik yatakhanaya yerleşmeye. Yatakhanaya yerleşenden sonra yatakhananın da videosunu çekip göndereceğim. İnşallah Vüqar Bey birinci gün gelir şirkete. Tiklendi. Bugün aeroporttan düştü geldi. Budapeşt'ten geldi Praga'ya avtobusla. Praga'dan da geldi bura. Vüqar Bey taksiyle geldi bura. Qatarla da gelmək olur. Akşam vaxtıydı diye, gece idi diye satmağa göre geldi taksiyle. Gelmişik yatakhanaya yerleşmeye. Yatakhanaya yerleşenden sonra yatakhananın da videosunu çekip göndereceğim. İnşallah Vüqar Bey birinci gün gelir şirkete. İnşallah. Şirketin təlimdən keçəndən sonra geləcək polis idarəsinə, qeydiyyatdan keçməyə. Polisten keçəndən sonra da artıq çox güman ki, ya 3-cü gün, ya da 2-ci gündən işə başlayacaq. İnşallah. İnşallah xeyirli olsun. Vüqar Bey Florensiyaya gələn son Azərbaycanlıydı. Artıq Florensiyada Azərbaycanlı gəlməyəcək. Başqa şirkətlə də dediyim kimi karbon şirkəti ilə işləməyə başlamışıq. Avtomobilin karbon hissələri ilə. İnşallah o şirkətə gələnləri də bir-bir paylaşıram. İzləmədə qalın, kanala abunə olun. Mən Tural bəyə təşəkkür edirəm. Sağ olsun. Hamıya səbirli olmaq arzulayıram. Bu iş Vüqar Bey səbir sənin nə tələb qədər edir. çəkdi gəlməyə bura? 1 il çəkdi. Rovno 11 ay. Rovno 11 aya gəldi çıxdı. Yəni heç kim fikirləş, Düzdür. sənədləşmə çox uzun çəkən bir şeydir. Səbirli olmaq lazımdır. Kimin ki bəxti gətirir, 4-5 aya gəlir. Yəni normalda sənədləşmə vaxt aparan bir şeydir. Əsas odur ki, səbirli olmaq lazımdır ki, bura gəlib çatana qədər səbrin qalsın, növsələn qalsın ki, bura çatanda da nəsə bir işləyə biləsən, nə bir sevincin qalsın. Oldu, sağ olun, görüşənə qədər. Səbirli olun. İzləyin, videonu çəkəcəm. Etdik.